Dedik. Deməli müəllimlər, ilk öncə hər birinizi salamlayıram. Ee, Qoy hər birimiz üçün xeyirli uğurlu olsun. Başlayırıq bu il ilk onlayn qrupla başlayıram dərsə. İnşallah ilin sonunda hər birimiz öz nəticələrimizdən sevinərik. Həm siz, həm mən. Axşamınız xeyir müəllim, necəsiz? Hər vaxt sağ olun, yaxşı olun müəllim. Siz necəsiz? Yaxşı olasınız, çox sağ olun. Hamımıza uğurlar inşallah. Amin. Amin. Deməli, müəllimlər, biz hansı ardıcılıqla dərsi keçəcəyik, nə edəcəyik? Birinci onun haqqında məlumat verim, sonra keçək dərsin izahına. Bax, biz həftənin birinci və dördüncü günləri saat 20:00-da dərsə qoşulacağıq. İndi linki ümumi bərkidəcəm. Düz indi bizə 40 dəqiqədən sonra bu dəfə atacaq. Amma növbəti dəfələrdə olmayacaq o. Eləyəcək bizi. Yəni ödəniş bu günləri ödədim əslində, amma təsdiqlənməyib hələ ki. Bu lisensiya versiyasına, premium versiyası olanda atmayacaq bizi bayra Zoom. Amma hər dəfəsində eyni linklə qoşulacağıq, yəni fərq eləmir. Deməli, birinci, dördüncü günlər 20:00-da bizim normal informatika dərslərimiz olacaq. Biz müəyyən qədər mövzuları keçəndən sonra təqribən bir ay yarım vaxtımızı alacaq o. Müəyyən mövzuları keçəndən sonra həftədə bir gün əlavə olacaq və həmin günlərdə biz keçəcəyik Python. İmtahana qədər. Həmin günlərə ancaq Python alacağıq, Pythonın testləri, nə bilim, hər nə varsa Pythonla bağlı keçməli olduğumuz həmin günlərdə keçəcəyik. Həm sınaqları, həm və s. Demək, bizdə dərs sistemi belə olacaq da, təqribən saat yarım. Amma elə olur ki, bəzən çəkir 2 saat, 2 saat yarım da ola bilər. Yəni, biraz dərsin gedişatı sizin suallarınızdan asılıdır. Yəni, suallar yarımçıq qaldı və salam dayanaq, sabah davam edərik, ya növbəti dərs davam edək deyə bir şey yoxdur. Həmin mövzu, həmin günü bitiririk biz, olsa sualları. Ona görə onunla bağlı elə bir problemimiz olmayacaq. Dərsləri hər dəfəsində qayd edəcəm. Material qrupu var. Həmin material indisi dərsdən sonra əlavə edəcəm ora. Həmin material qrupuna hər birimiz əlavə olunacaq. Ora yaza bilməyəcəksiniz. Bu indi hal-hazırda olduğumuz qrup var, müzakirə üçün o qrupa yaza bilərsiniz. Digər qrupda yazılan olmayacaq. Ancaq materiallar ardıcıl şəkildə. Çünki yoxsa qarşılıq düşür, tapa bilməyəcəksiniz linkləri. Deməli, həm materialları, həm dərs linklərini, həm videoları, hamısı orada olacaq. Demək, material olaraq nədən istifadə edəcəyik? Qoyun onları da deyək. İlk növbədə nəzəriyyə. Baxın, nəzəriyyə üçün mən nəzəriyyə kitabı hazırlamışam. İndi içimizdə bəzilərimiz var ki, artıq həmin kitab var onlarda. Belələr də var ki, yoxdur. Kim yoxdursa əldə edə bilər. Ya olduğunuz bölgədə mağazalara desəz, əgər varsa orada əldə edə bilərsiniz. Bilmirəm, qalıb yoxsa yox, var yoxsa yoxdur. Çünki mən ümumi avtoylara verirəm, harda qalıbsa yoxsa yox. Əgər kimdə də yoxdursa, o menecerin nömrəsi var. Ora qeyd edin. Bölgədə olanlar gelib poçtla əldə edə bilər, yəni poçtla göndərə bilərik. Əlimizdə olan nəzəriyyələrdə də istifadə edə bilərsiniz. Əgər başqa nəzəriyyə kitabları varsa, oradan da rahat şəkildə istifadə edə bilərsiniz. Fərq eləmir. Yəni, əgər oxumağa belə xüsusi düzey elə bölmələr var ki, onsuz da sırf nəzəriyyədə oxumaq lazımdır. Praktik bölmələrdə özünüz üçün qeyd götürmək daha yaxşıdır. Düzdür, kitabda yazmışam çox şeyi, amma yenə də öz başa düşdüyümüz, anladığımız şəkildə onları dəftər tutub qeydləmək daha məqsədə uyğundur. Və xüsusən praktik mövzular, həmçinin Python, alqoritmlər və s. onlarda mütləqdir ki, özümüz üçün qeyd eləyək, öyrənək. Test olaraq nədən istifadə edəcəyik? Mən indi hal-hazırda test üzərində işləyirəm, test toplusu olacaq. Amma yəni test toplusuna qədər mən də həmin toplunun materiallarını sizə onsuz da atacağım, yəni işlədəcəm. Hələ ki, kitab çıxana qədər PDF şəklində sizə yollayacağım, işləyəcəyik. Öz vəsaitim. Amma tək o olmayacaq. Biz istifadə edəcəyik Coderadan. Həmçinin istifadə edəcəyik Dimdən
və müəyyən qədər də Ər-Raydan da istifadə edəcəyik. Yəni tam yox, müəyyən bölmələri oradan işləyəcəyik. Bir də bizim özümüzün də fərdi sınaqlarımız falan olacaq. Dərsin sonunda quizlər, mövzu sonu quizləri, bir də axırda ümumi sınaqlar olacaq. Ümumi həm təkrar olur, həm də sınaqlar olur. Onları da eləyəcəyik. Bura qədər sual olan yoxdur ki, hamıya aydındır da bizim nə iş görəcəyimiz biləcək. Müəllim, bir sualım var idi. Buyurun. Sizin test topluluğunuz məndə var idi 2022. Onun üzərində də düzəlişlər olunub, yeni test topluluğu Hə, deyirdiniz. elə bil ki 2022-dən bu yana xeyli vaxt keçib də, istər-istəməz Hı hı. sual tipləri dəyişib, yeni şeylər var. İndi o həmin yeni şeyləri əlavə edirik. İndi bir neçə müəllimdir, kömək eləyirlər sağ olsunlar. Həm Azərbaycan, həm Rus bölməsi üçün ikisi birlikdə olacaq. Yəni həm Rus bölməsi üçün ayrıca kitab olacaq, həm də Azərbaycan bölməsi üçün. İndi nə Aydındır vaxtda müəllim. hazırlar, dəqiq bilmirəm, yalan deyərəm onu. Çünki bir xeyli iş gedir də üstündə. Amma yəni biz oturub o kitabın çıxmağını gözləməyəcəyik də, bölmə-bölmə işləyəcəyik biz. Biz yolumuza davam edəcəyik. Nə vaxt çıxar, həmin vaxtı versə eləyərik. Bəli, aydın müəllim, çox sağ olun. Hə, kitab bilirsiniz, kitab əslində rahatdır əl altında olanda, amma yəni yoxdur deyə işimizi axsadan deyilik. Digər kitablar da əslində mən bu kitabları PDF şəklində sizə yollayacağam. Kimdə özü var o heç. Yəni lazım olan hissələrin hansı hissəni ki işləyirik, həmin hissəni mən sizə PDF şəklində göndərəcəm. Həm öz vəsaitimdən, həm də bunları. Belə. Amma nəzəriyyə kitabı üçün ya hansı varsa əlinizin altında oradan oxuyarsınız, ya da digər kitabı əldə edərsiniz. Hansı sizə rahatdır o. Yəni əsas məsələ hazırlıqlı olmaq mövzulara. Bir neçə dənə nəzəriyyə kitabı var. Yəni konkret indi hansını alım mən? Müəllimə, Bir neçə əslinə dənə var. qalsa, baxın belə deyim də, biz müəllimik. Ya da digərlərdən, indi hazırlaşanlardan müəllim olmağa hazırlaşır. Yəni müəllim belə deyək də, aşağı-yuxarı hamısından məlumatlı olmalıdır. Ona görə mümkün qədər, əgər varsa əlinizdə bir neçəsi, indi məsələn orada bələdçi falan varsa ona ehtiyac yoxdur. Çünki çox aşırı dərəcədə səhv var nəzəriyyənin içində. Ona ehtiyac yoxdur. Amma başqa belə Başqa kitablar var bir də. hə, yəni Başqa hansısa kitablar. varsa, orada Məsələn, mümkün Miqa gedəndə ondan istifadə eləmişdim. Yəni o kitabların hamısı qalıb. hansı kitabların nəzəriyyəsidir, hansı nəzəriyyələrdir? 5-6 dənə nəzəriyyə var, bilmirəm. Bir şey olmaz, siz ortalıqda. mənə dərsdən sonra atarsınız, baxaram onlara, problem deyil. Yetər ki bizə lazım olan bu testə düşən, sual-cavabda soruşulan hər bir şey, yəni bizə lazım Yəni olan bütün düşəni material. də. Hə, bütün material onun içində varsa, mənim üçün prinsip olaraq fərqi yoxdur. Yəni məcburiyyət yoxdur. Sırf mütləq mənim kitabımı kimsə alıb oxumalıdır deyə. Yəni önəmli olan Nə şey düşəcək onu oxuyuram. hə, yəni sizin önəmli olan məsləhətiniz. şey o material onun içində olsun. Əgər bütün material varsa problem yoxdur. Və siz əslində kitab yazmaq mənim aşırı dərəcədə çox vaxtımı alır. Prosta yox idi keçən il. Yəni nəzəriyyə oxutmağa tapa bilmirdim də belə deyək. Yəni hərəsindən biraz. Bir çox kitablar magistr üçün yazılıb. Proqramın böyük hissəsi içində yoxdur. İlk üçündə cəhdlər var, amma belə normal bir kitab qarşıma çıxmadı. Ya gərək orta məktəb kitabından oxudasan, o da hamısı yoxdur içində. Müəllim, bəs Dimin kitabı necə? Dimin kitabı var. Dimin kitabı pis deyil, amma mənfi tərəfi nədir? MİQ-in bütün mövzuları, sertifikasiyanın bütün mövzuları içində yoxdur. Hə, aydındır müəllim. Çünki Bir də o MHŞ-in kitabı var, amma orada sanki daha qısa verilib konspektlər şəklində. Vallahi bilmirəm. Mənim üçün prinsip olaraq fərqi yoxdur hardan oxumağınız. Əsas önəmli olan, yəni o dərsə hazırlıqlı olmaq. MHŞ-in kitabına açıqdısan baxmamışam, yalan deyirəm. İçindən xəbərim yoxdur. Hə, Ona magistr görə vaxtı istifadə eləmişəm MHŞ. Amma hə, MİQ-də istifadə eləməmişəm. məlumatsızam, yalan deyirəm yəni. Mən keçən il çox problem yaşayırdım. Ona görə belə düşdüm də üstünə 2 ay bayağı bir əziyyət çəkdim. Gecə yatmaya oturun işdə. Kitab alına saldım. Çünki müdavimlər çox deyirdilər ki, müəllim bir kitab olsun, kitabdan oxuyaq. Bilək ki, əlimizin altında kitab var, vəsait var, vəsait. Çünki oxumağa nəzəriyyə də elədi ki, PDF də atırsan, problem yaşayır da, insan o PDF-dən oxumaq istəmir. Bəli. Hə, ona görə yəni kitab olaraq var. Kim istəyirsə, əldə eləmək istəyirsə alsın, oradan oxusun. Yox, əgər kimin əlində başqa bir nəzəriyyə varsa, yenə də problem yoxdur. Biz
Yəni onu oxuyaq. Şey, əsas məsələ sual cavab eləyəndə suallara cavab verək, testləri işləyə bilək və salam. Yəni önəmli olan şey odur. Mən onsuz da demək olar ki, hər şeyi burada deyəcəm. Bəzi mövzular var, sırf nəzəriyyədir. Məsələn, proqram təminatının ya da nə bilim, ə, elə bölmələr var orada. Məsələn, informasiya cəmiyyəti, nə bilim, informasiya sistemləri, izah olunması demək olar ki, bir şey yoxdur da, hamısı əzbərdir. Ona görə onları nəzəriyyədən əzbərləyib öyrənmək lazımdır. Testləri də nəzərə düşürüyor. Məndə gündüz müəllimin ilkin anlayışları vardı, PDF vardı. Onu çıxartdırmışam özüm üçün. Ya problem 82 nədən səhifə siz oxuyun? idi. Valla mən baxmamışam ona, o da nədirsə. Yəni qane eləyəcəksə oxuyanda problem, özü də oxuyanda biləcəksə problem yoxdur. Yaxşı mən. Aha. Demək belə. Yəni bizim üçün önəmli olan şey o bölməni mənimsəmək, hər şeyi öyrənmək doğrudan. Nədən öyrənməyimizin elə də böyük fərqi yoxdur. Mənim açımdan elə də böyük fərqi yoxdur. Demək belə. Kitabları da dedik, nələri işləyəcək onları dedik. Hər dərsin sonunda mən sizə onları yollayacağam. Testlərin hamısını şeyə atacağam. İndi biz keçək dərslərə. İndi hansı ardıcılıqla gedəcəyik deyim. Var. İlk mövzu olacaq bizdə informasiya prosesləri. Yəni informasiya və informasiya prosesləri. Prosesləri. Sonra keçəcəyik kodlaşdırma, ölçü vahidləri. Sonra kompüter qrafikası. Sonra keçəcəyik biz say sistemləri. Sonra keçəcəyik riyazi məntiq. Sonra keçəcəyik alqoritmlər. Sonra artıq bax bu bölmələri keçəndən sonra biz başlayacağıq bunlarla paralel artıq Python-u keçməyə. Yəni Python-a qədər bu bölmələri bitirməliyik. Çünki onun içində bu bölmələrə aid müəyyən şeylər var, biz bilməliyik, yəni anlayışları bilməliyik. Ondan sonra Python rahat şəkildə keçə biləcəyik. Ondan sonra da yerdə qalan mövzular ardıcıl şəkildə gedəcək. Daha çox nəzəri mövzulara ən axıra saxlayacağım. Yəni sırf əzbərlənəsi, sırf nəzəriyyə olan bölmələr ən axıra qalacaq. Belə, başlayaq biz ilk mövzudan. Deməli, başlayırıq lap başdan. Elə bu liseyin üstündə gedəcəm ki, ümumi anlayışımız olsun. Deməli, informatika termini iki sözün informasiya və avtomatika sözlərinin birləşməsindən əmələ gəlir və informasiya, məlumat, xəbər, şərh, izah bu anlamlardan birinə gəlir. Avtomatika da avtomatik sözü özü-özünə hərəkət edən, özü-özünə yeriyən anlamına gelir. Yəni, avtomatlaşdırılmış informasiya emalını adlandırmaq üçün olan sahəyə deyirik biz nə? İnformatika. İnformatikada digər ən önəmli məsələ verilən anlayışıdır. Yəni, əslində informasiya anlayışı informatikada verilən anlayışına çevrilir. Verilən deyəndə nə başa düşülür? Kompüterə daxil edilən, istənilən məlumat veriləndir. Amma biz informasiya nəzəriyyəsi açısından bütün verilənlər informasiya deyil. O verilənlərə informasiya deyəcəyik ki, onlar informasiyanın xassələrini ödəsin. İndi xassələrdən daha sonra danışacağıq. Deməli, verilən anlayışı, sonra gəlir bizdə nə? İnformasiya anlayışı və informasiyanın bir sonraki halı, yəni emal edilmiş halı adlanır bilik. Yəni, artıq qərar qəbul etmək üçün əlimizdə olan emal edilmiş informasiya, emal olmuş verilənə deyirlər bizdə bilik. Verilənə ümumi halda
bu kateqoriyalarla təyin olunur. Yəni hər bir verilənin adı olmalıdır, hər bir verilən müəyyən bir tipə malik olmalıdır, hər bir verilən müəyyən bir qiymət almalıdır. Hətta qiymət almaması belə, məsələn biz Pythonda keçəndə indi keçəcəyik onu. Məsələn yazılır non-type. Yəni heç nə belə deyək. Amma o heç nə dediyimiz şey də müəyyən bir dəyər alır və o dəyərə biz non dəyəri deyəcəyik. Sonra bir də struktur xarakteristikaları var. Yəni verilənlərin müəyyən bir strukturu olmalı. Yəni bu ağac strukturu ola bilər, nə bilim, müxtəlif strukturlarda ola bilər. Tipə görə 4 dənə alt kateqoriyaya bölünür. Mətn tipli, hesabi tipli, məntiqi tipli və göstərici tipli. Mətn tipli verilənlər qiyməti simvollarla ifadə olunan verilənlərdir. Məsələn, nə isə yazırıq, o yazdığımız bütün məlumatlar bir mətn tipli verilənlərə aiddir. Hesabi tipli ya da rəqəm tipli verilənlər qiyməti rəqəmlərlə ifadə olunan kəmiyyətlərdir. Məsələn, deyirəm ki, 2, 7, 13 və s. Bax, bunlar hər biri hesabi tipli verilənlər adlanır. Sonra gəlir məntiqi tipli verilənlər. Məntiqi tipli verilənlər əslində nədir? İki dəyərdən birini alır bu tip verilənlər. Yəni biz onlara birinə true, birinə də false deyəcəyik. Yəni doğru və yalan. Bu iki dəyərdən birini ala bilən kəmiyyətlərə biz məntiqi tipli kəmiyyətlər deyəcəyik. Bunun haqqında, bu məntiqi tipli kəmiyyətlər haqqında riyazi məntiqi keçəndə ətraflı şəkildə məlumat alacağıq. Və göstərici tipli verilənlər proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək üçün istifadə olunan verilənlər tipidir. Və bu tip verilənlər obyektin yerini, obyektin strukturunu və s. göstərmək üçün istifadə olunur. Yəni yaddaşda harda yerləşir, hansı formada yerləşir və s. bunu təyin edir. Sonra gəlirik informatikanın tərkib hissələrinə. İnformatikanın 3 dənə əsas tərkib hissəsi var. Texniki təminat, proqram təminatı və alqoritmik təminat. Hardware, software, brainware. Biz bunlara bir də informasiya sistemləri bölməsində yenidən qayıdacağıq. Qarşımıza çıxacaq bunlar. Amma burada üstündən keçirik. Çünki bizə əsas yəni ilkin olaraq anlayışlar lazımdır. Texniki təminat qurğularla bağlı olan hissədir. Yəni əlimizlə toxuna bildiyimiz, gözümüzlə görə bildiyimiz bütün qurğuların hamısına, məcmusuna, həmçinin onların istifadə qaydalarına biz texniki təminat deyəcəyik. Proqram təminatı software, yəni yumuşaq istifadə olunur bunlar. Kompüterlərin, o aparatın işləyə bilməsi üçün mütləq ki proqramlar olmalıdır və o proqramların məcmusuna, toplusuna biz software deyəcəyik, proqram təminatı. Və ən sonuncu gəlir alqoritm təminatı, brainware. Brain beyindir və belə deyək, məntiqi əsasını, kompüterlərin məntiqi əsasını, yəni bu software hissəsinin yaradılması işini öz üzərinə götürür alqoritmik təminat. İstənilən bir məsələni kompüterdə həll eləmək üçün lazım olan hər şey alqoritm təminatında ya da brainware'də öyrənilir. Sonra gəlirik informasiya anlayışına. İnformasiya dedik nədir? Məlumat, xəbər, şərh, izah və s. Anlamlarından birinə gəlir. İndi burada bir-bir anlayışları vermişik. Verilən nədir izah elədim? İnformasiya mənası olan hər bir verilən informasiya sayılır. Məsələn, nümunə kimi bunu vermişik. İlkin anda bu heç bir anlama gəlmir. Amma desəm ki, məsələn, bu şəxsiyyət vəsiqəsinin seriya nömrəsidir. Bu artıq bizim üçün nəyə çevrilir? İnformasiyaya çevrilir. Sonra bilik dərilik nədir? Dərk edilmiş, emal edilmiş informasiya deyirik. Sonra gəlirik siqnal anlayışına. Baxın, siqnallar iki formada qarşımıza çıxır. Analog siqnallar və diskret siqnallar. Analog siqnallar kəsilməz yaxud fasiləsiz siqnallar adlanır. Bu bizim birbaşa hiss üzvlərimizə təsir edən informasiyalardır. Yəni müəyyən zaman müddətində, bax bunu sxematik olaraq orta məktəb kitabında belə veriblər. Deyək ki, səs dalğasıdır, bu şəkildə yayılır. Müəyyən A zamanından B zamanına qədər informasiya nədir? Kəsilməzdir. Diskret formada olanda, yəni rəqəmsal formada olan siqnallar isə bu şəkildə ötürülür. Deyək ki, bax bu hər bir dəyəri ayrı-ayrılıqda götürürük
və sonra onu kodlaşdırırıq. Deyirik ki, bax, məsələn, bu biridir, sonra bu ikincisidir, bu üçüncüsüdür və s. Hər biri müəyyən bir diskret qiymət alır. Yəni, ya 0 ya 1 qiymətini alır. Bu halda hər bir mərhələni qiymətləndirmək olur. Ən low dildə, ən sadə formada desək, belə düşünə bilərik. Baxın, tutaq ki, mən danışıram, sizə eşidirsiniz. Bu səs dalğasıdır. Səs dalğası hardan qəbul olunmasından asılı olmayaraq dalğa şəklində yayıldığına görə kəsilməz, yəni analog informasiyaya aiddir. Mən bu səsi götürüb kompüterdə yazıb saxlamaq istəsəm, onu sıfırlara və birlərə çevirməli olacağam. Bax, o sıfırlar birlər ardıcılığı şəklində, kod şəklində saxlanılan o səs artıq olacaq diskret, yəni rəqəmsal informasiya ya da rəqəmsal siqnal. Sonra davam edirik biz. Gəlirik informasiyanın növləri. Baxın, informasiya düzdür, orta məktəb dərsliyində, həmçinin DİM-in kitabında belə bir şey veriblər. İnformasiyanın növləri deyiblər və ümumilikdə ancaq bu 5 dənəsinə aid ediblər. Əslində informasiyanın növləri öyrənmə sahəsindən görə dəyişir. Məsələn, qavrama üsuluna görə informasiyanın növləri bunlar. Saydıqlarımız, indi deyəcəyinə nəsə. Qavrama üsulu deyilənə nəzərdə tutulur, yəni qəbul eləmə yolumuza götürmə, həmin informasiyanı qəbul etmə yolumuza görə informasiyalar olur bu şəkildə. İndi burada vizual görüntü informasiyasıdır, gözümüz vasitəsilə görürük. Audial səs informasiyadır, qulaqla qəbul edirik. Dad informasiya dilimizlə qəbul edirik. Qoxu burnumuzla, taktil də toxunmadır, dəri vasitəsilə qəbul etdiyimiz informasiyalardır. Məsələn, əlimizi çaydana vururuq, qaynardır ya da soyuqdur, təyin edirik və s. Sonra gəlirik informasiyanın xassələrinə. Baxın, informasiyanın xassələri dedikdə nə nəzərdə tutulur? Biz dedik ki, bayaqlarıq, informasiya, xəbər, məlumat və s. deməkdir. Amma informasiya nöqteyi nəzəriyyəsində, yəni informasiya nəzəriyyəsi baxımından hər məlumat, hər xəbər informasiya deyil. Hansı məlumat, hansı xəbər informasiya olacaq? Bax, burada gördüyümüz bu xassələri əslində təkcə bunlar deyil. Bir çox kitabda fərqli-fərqli verirlər. Sadəcə orta məktəb üçün bunlar kifayət elədiyinə görə bunları yazmışam. Baxın, birinci gəlir aydınlıq, anlaşıqlıq xassəsi. Nə deməkdir o? Yəni, əldə elədiyimiz məlumat başa düşülən olmalıdır. Deyək ki, mən bu dəqiqə burada Çin dilində danışsam, mənim verdiyim məlumatlar informasiya olmayacaq. Çünki siz onu başa düşməyəcəksiniz. Yəni, başa düşülən, anlaşılır olmasına deyirik nə? Aydınlıq xassəsi. Sonra gəlir ikinci, tamlıq xassəsi. Tamlıq nədir? Hər hansı bir qərar qəbul eləmək istəyirik. O qərarı qəbul eləmək üçün əlimizdə olan məlumat tamdırsa, biz ona deyirik tam məlumat, yəni informasiya. Yəni, nə deməkdir o? Məsələn, deyək ki, bax, mən bu günləri Aysel müəllimə qrupda yazdı ki, dərsimiz nə vaxtdır, dərs saatları nə vaxtdır? Çünki onda olan məlumat tam deyildi. Başa düşüldü necə? Məsələn, biz dedik ki, mən elan elədim ki, həftənin 1-ci 4-cü günü 20:00-da Zoom proqramı vasitəsilə dərsimiz olacaq. İndi dərsə qoşulmaq istəyən bir adam üçün qərar qəbul etməyə kifayət elədi mənim verdiyim məlumat. Artıq 20:00-da dərsə qoşulmaq istəyən hər kəs oturdu və başladı həmin dərsi izləməyə. Yəni, bu oldu bizdə nə? İnformasiyanın tamlığı. Amma mən desəydim ki, məsələn, dərsimiz bugün olacaq. Və salam. Və başqa heç bir məlumat vermirəm. Deyirəm ki, bugün dərsimiz olacaq. Siz saatını bilmirsiniz. Avtomatik olaraq soruşacaqsınız da, saat neçədə olacaq, nə ilə keçəcəyik və s. Sonra gəlirik aktuallıq xassəsi. Aktuallıq nədir? Bir növ dərd məsələsinə bənzəyir. Yəni, bugün bu informasiya aktualdır, sabah deyil. Ən rahat, məsələn, dünənin hava haqqında məlumatı bizim üçün aktual deyil, amma sabahın hava haqqında məlumatı bizim üçün aktualdır. Çünki sabahı yaşayacağıq, dünəni isə yox. Yəni, o artıq bizə lazım olmayan məlumatdır, aktual deyil bizim üçün, o da məlumatdır, amma aktual deyil. Amma məsələn, sabah əynimizi necə geyinək, nə bilim, nəyəsə bir iş görməliysə, o işi görək, görməyək, bunu təyin etmək üçün mütləqdir ki, o məlumat bizim üçün aktualdır. Sonra gəlir adekvatlıq. Əldə olunan məlumatın məqsəd və vəzifələrinə nə dərəcədə uyğun olması ilə ifadə olunur.
Məsələn, sadə bir nümunə verim bundan bağlı. Deyirəm ki, ə, bizim hər birimizin məqsədi ya sertifikasiya imtahanında, ya da MIQ imtahanında uğur əldə etməkdir. Salam Nurani müəllimə, salam. Hər vaxtınız xeyir. Deməli, bizim məqsədimiz hər birimizin sertifikasiyada ya da MIQ imtahanında uğur əldə etməkdir. Və biz öyrənməyə başlayırıq bu gün nəyi? İnformatikanı. Amma mən bu gün oturub tarix dərsi keçsəm, həmin məlumat sizin məqsədinizə və vəzifələrinizə uyğun olmayan məlumat olacaq. Yəni informasiya olmayacaq. Məlumatdır, amma informasiya deyil. Yəni adekvatlıq hadisəsini pozur. Sonra gəlir etibarlılıq. Bəzən ona dəqiqlik də deyirik. Etibarlılıq deyəndə nə nəzərdə tutulur? Əldə olunan informasiya, əldə olunan məlumat ə, etibarlı mənbədən olmalıdır. Yəni biz onu istəyəndə yoxlaya bilməliyik. Bilməliyik ki, bu məlumat əlimdə var. İstəyən vaxtı da gedirəm, yoxlayıram, sustururam, deyirəm ki, bu belədir, bu belədir. Məsələn, nəyə bənzəyir? Biz ağır bir müharibə dönəmindən keçdik. Hər gün qəribə məlumatlar yayılırdı. Filan şey olub, feşman şey olub. Amma biz hamımız gözləyirdik ki, Müdafiə Nazirliyi otursun, onunla bağlı məlumat versin. Müdafiə Nazirliyi məlumat verirdisə, biz onu etibarlı olduğunu düşünürdük və inanmalıydıq. Amma məsələn, hər hansı TikTok hesabı götürüb onunla bağlı məlumat yayır. Həmin mənbə etibarlı olmadığına görə məlumatın özü də etibarlı hesab olunmur. Sonra növbəti gəlir bizdə müəllimləri qəbul edək. Gəlir bizdə obyektivlik hadisəsi. Obyektivlik nədir deməkdir? Heç kimin fikrindən, iradəsindən, düşüncəsindən asılı olmadan mövcud olan informasiya obyektiv informasiya sayılır. Nümunə verirəm. Deyirəm ki, Rusiya böyük ölkədir. Deyirəm ki, bax, Rusiya böyük ölkədir. Ya da məsələn deyirəm ki, deyək ki, nə yazaq? Başqa bir nümunə verək. Deyirəm ki, tutaq ki, Azərbaycan isti ölkədir. Mən Bax, ibtidai sinifdə adi keçirik uşaqlara tort mənim üçün dadlı desertdir də məsəl üçün. O mənim üçün keçərlidir. Yəni başqaları onu qəbul edə bilməz. nümunə üçün o tipdə bir şeydir. Bax, Rusiya böyükdür. Mənə görə böyükdür. Bir başqasına görə kiçikdir. Yəni nisbi bir şeydir. Ya da Azərbaycan isti ölkədir deyəndə bu da nisbi bir şeydir. Yəni mənə görə Azərbaycan isti ölkədir. Bir başqası deyər ki, yox, Azərbaycan soyuq ölkədir. Yəni yalanlana bilən bir şey olmayacaq. Amma məsələn desəm ki, Azərbaycanda orta temperatur deyək ki 20 dərəcədir. Ya da desəm ki, Rusiyanın ərazisi nə bilim bu qədərdir. Bu artıq olacaq obyektiv informasiya. Aydındır? Ya da deyirəm ki, məsələn, Günəş yerdən çox uzaqda yerləşir. Yəni bu subyektiv bir fikirdir. Amma məsələn mən desəm ki, Günəşlə yer arasındakı məsafə bu qədərdir. Bu olacaq obyektiv. Lap ən sadəsini deyək. Deyirəm ki, hava soyuqdur. Yəni mənə görə soyuqdur, bir başqasına görə istidir ya da normaldır. Amma mən desəm ki, havanın temperaturu məsələn deyək ki, 30 dərəcədir. Bu artıq olacaq obyektiv məlumat. Yəni obyektiv məlumat odur ki, dəyişdirilə bilmir. Obyektiv məlumat odur ki, heç kimin fikrindən, iradəsindən, düşüncəsindən asılı bir şey deyil. Yəni o var. Və salam. Bu oldu bizdə informasiyanın xassələri. Sonra gəlirik informasiyanın təqdim olunma formalarına. İnformasiyanın təqdim olunma formaları hansılardır? Baxın. Birinci, mətn informasiyası. Yəni yazı şəklində fikrimizi ifadə eləmək. Tutaq ki, məsələn, məktub yazırıq və s. Sonra, 2. Ədədi informasiya. Məsələn, deyirəm ki, atıram da, deyirəm ki, sabah saat neçədə görüşək? Biri yazır, 18:00.
Bu məlumat artıq ədədi informasiya oldu. Yəni fikrini çatdırmaq üçün birbaşa ədədlərdən istifadə elədi. Sonra gəlir qrafik informasiya. Məsələn deyirəm ki, e, Nə nə bilim. bilim, nəyinsə şəklini çəkirik, sxemini çəkirik, nə bilim, diaqramını qururuq, xəritəsini çəkirik. Bunlar hər biri olacaq nə? Qrafik informasiyaya nümunələr. Sonra gəlir səs informasiya. Məsələn, bax, səhərdən danışıram, mənim verdiyim informasiya səs informasiyasına aiddir. Hərçənd ki, müəyyən yazılar, şəkillər çəkirəm, amma ümumi verdiyim məlumat səs informasiyasına aiddir. Sonra gəlir video informasiya. Filmlər, kliplər və s. Yəni nəyinsə videosunu çəkib atırıq, onunla informasiya verməyə çalışırıq. Bu da olduğu informasiyanın təqdim olunma formaları. Yəni təqdim olunma forması dedikdə informasiyanın nəzərdə tutulan şey odur ki, başqalarına biz informasiyanı necə çatdırırıq. Sonra gəlirik informasiya prosesləri. İnformasiya prosesləri dedikdə nə nəzərdə tutulur? İnformasiyanın qəbulu, saxlanılması, emalı və ötürülməsindən ibarət olan prosesə biz deyirik informasiya prosesi. İndi informasiya prosesi dedikdə ümumilikdə nə başa düşülür? İnformasiya ilə baş verən hər hansı dəyişikliklər adlanır informasiya prosesi. Yəni biz informasiyanı müəyyən formadan müəyyən formaya dəyişdiririk. Müəyyən yerdən toplayırıq, müəyyən yerdə saxlayırıq, müəyyən yerdən müəyyən yerə göndəririk və s. Buna deyirik informasiya prosesləri. Baxın, burada informasiyanın proseslərindən birincisi informasiyanın qəbuludur. Əslində bu orta məktəbdə belə yazırlar deyə mən də belə yazmışam. Əslində informasiyanın qəbulu anlayışı informasiyanın ötürülməsindən sonra gələn bir şeydir. Yəni kimsə ötürməlidir ki, biz onu qəbul eləyək. Amma bu normalda olmalıdır informasiyanın toplanması, qəbulda toplanmanın bir növüdür sadəcə. Aydındır? İnformasiyanın toplanması üçün artıq biz mənbələrdən istifadə edəcəyik. Bu mənbələr iki yerə bölünəcək. Təbii informasiya mənbələri və süni informasiya mənbələri. Təbii informasiya mənbələri odur ki, təbiətdə özü-özlüyündə var. Süni informasiya mənbələri odur ki, insanlar tərəfindən yaradılır və həmin o məlumatlar, həmin o informasiyalar, insanlar tərəfindən əldə olunan informasiyalar başqalarına da çatdırılır. İndi informasiyanın metodlarına aiddir bunlar. Bunları əzbərə bilmək lazımdır, şərtdir. Müşahidə, arxivlərdə və yaxud kitabxanalarda iş, informasiya sistemlərinə sorğu vermək, ölçmək və s. aiddir. Bəzən düşür. Məsələn, deyir ki, aşağıdakılardan hansı informasiyanın toplanması mərhələsinə aiddir. Bu illəri həm MİQ imtahanında, həm də sertifikasiya imtahanında informasiya prosesləri ilə bağlı suallar var idi. Xüsusən sertifikasiya imtahanında 3 dənə sual var idi informasiya prosesləri ilə bağlı. Düzdür, yəni bu birinci bölmə ilə bağlı. Düzdür, elə də mürəkkəb şeylər düşməmişdi, amma sonuc etibarı ilə yəni düşən suallar fərqi yoxdur da, yəni düşən sual hər bir halda bir sual 1 bal verir. Müddət isə 2 bal verir. Sonra gəlirik ikinci mərhələ, informasiyanın saxlanması. İnformasiyanı saxlamaq üçün, uzun müddət qoruyub saxlamaq üçün istifadə olunan vasitələrə deyirlər informasiya daşıyıcısı. İnformasiya daşıyıcılarını biz bölürük iki yerə. Rəqəmsal informasiya daşıyıcıları və qeyri-rəqəmsal informasiya daşıyıcıları. Yəni, rəqəmsal informasiya daşıyıcısı dedikdə nəzərdə tutulur, yəni o informasiyanı rəqəmsal formada saxlayan qurğular, flash kartlar, sərt disklər, SSD-lər və s. Qeyri-rəqəmsal olanlarsa analog formada saxlayan qurğulara aiddir. Qurğular deməkdə vasitələrin hamısı ora aiddir. İndi bu dəqiqə proqram bizə atacaq, yəni çox güman ki, bir dəqiqə göstərir. Təkrar eyni linkdən qoşulacağıq, tamam mı? Davam edəcəyik. Davam edək. Deməli, biz qalmışdıq ən son informasiya daşıyıcılarında. İnformasiya daşıyıcıları dedik iki cürdür. Rəqəmsal və qeyri-rəqəmsal və onlar haqqında da danışdıq. İnformasiya, baxın, bunu düzdür aparat təminatının içində də keçəcəyik, amma elə burada indidən öyrənsək daha yaxşı olar bizim üçün. İnformasiyanın kompüterdə saxlanması üçün fiziki prinsipə görə aşağıdakı 4 kateqoriyadan istifadə edirik. Bax, bunlardan birincisi ilk perforasiya, dəlikli olanlardır, perfokat, perfolen. Birinci nəsil kompüterlərin əsas yaddaş vasitəsidir bunlar. Amma bu informasiyalar, bunlar yəni analog tipli informasiyadır. Baxmayaraq ki, dəlikli kartlardan istifadə olunur.
Maqnit əsaslı olanlar floppy disklərdir, hard disk, streamer kasetidir, audio kasetdir və s. Bunlar bilirsiniz nədir? Streamerlə audio kaset. Bu köhnə video magnitofonlarda, sonra audio magnitofonlarda istifadə olunan kasetlər var deyə belə qara lenta şəklində olan. Bax, onlarda analog formada saxlanılır informasiyalar. Sonra optik yaddaşlardır, CD disklərdir, DVD disklərdir, bir də Blu-ray disklərdir. Blu-ray həcmcə digərlərindən daha böyükdür, amma texnologiya olaraq eyni şeydir. Sonra gəlirik elektron tipli yaddaşlar, yəni flash yaddaşlar. Bura aid mikrokartlar, flash kartlar, SSD-lər, mikro CD-lər və s. hamısı aiddir flash yaddaşlara. İndi hal-hazırda xarici serverlərdə saxlanıla bilən bulut yaddaşlarında istifadə olunur. Amma bir şey bilmək lazımdır da, informasiyanı saxlayırıqsa, buludda belə saxlayırıqsa, o buludun özü də yəni hər hansı hard diskdir. Aydındır, ya da SSD-dir. Yəni xüsusi serverlərdə saxlanılır, amma o serverlərin özündə də istifadə olunan yaddaş yenə burada gördüyümüz yaddaşlardan biri olur. Sonra gəlirik informasiyanın axtarışı və emalı mərhələsinə. Axtarışı və emalı dedikdə nə nəzərdə tutulur? Yəni informasiyanı əldə eləmişik, sonra onun içində çeşidləmə aparmaq, oradan nəyisə axtarmaq, onu nəyisə emal etmək, oradan nəyisə kodlaşdırmaq, bir formadan başqa formaya salmaq, hər biri aiddir informasiyanın emalı mərhələsinə və burada onları ayırmışam hər birini. Yeni informasiyanın yaradılması. Məsələn, suallarda düşür, yeni informasiyanın yaradılmasına aiddir. Bilirsiniz, bunlar abituriyentlərə düşmür, amma müəllimlər üçün qarşısına çıxa biləcək potensial suallardan biridir. Yeni informasiyanın yaradılması nədir? Yəni, əldə olmayan informasiyadan, yəni mövcud olan informasiyalardan hər hansı yeni bir informasiya, yeni bir nəticə almaqdır. Məsələn, deyək ki, şagirdə ev tapşırığı vermişik. Bax, adicə sizlə işləyirik də indi. Sizə mövzunu izah elədim, siz test edirsiniz. Bax, bu yeni informasiyanın əldə olunması mərhələsidir. Çünki sizdə verilən bir informasiyadan siz yeni informasiyalar çıxarda bilirsiniz. Ya da nə bilim, bax, ən qəşəng nümunələrdən biri budur. Müstəntiqin dəlillərə əsasən cinayətkarı müəyyən eləməsi. Yəni, ona heç kim cinayətkarın adını demir. O dəlillərə baxır, başqa informasiyalara baxır, amma nəticə olaraq başqa informasiyanı əldə edir. Sonra gəlir informasiyanın təqdim olunma formasının dəyişdirilməsi. Yəni, bir formadan başqa formaya çevirmək. Ən sadə nümunə tərcümədir. Yəni, bir dildən başqa dilə tərcümə eləmək aiddir buna, ya da nə bilim, bir say sistemindən başqa say sisteminə keçid. Məsələn, deyək ki, not yazısıdır, tutaq ki, veriblər, not yazısını musiqi kimi ifa eləmək və s. Bunların hər biri aiddir informasiyanın təqdim olunma formasının dəyişdirilməsinə. Çünki bir şəkildə təqdim olunur, biz onu götürürük, başqa formada təqdim edirik. Axtarış nədir? Xüsusi sorğular vasitəsilə, xüsusi açar sözlər vasitəsilə mövcud olan bazadan yeni informasiyanın axtarılmasına deyirik. Bunu əslində hər gün özümüz eləyirik zaten. Yəni, internetdə nəyisə axtarırıq, Google'da və s. Bax, bu aid informasiyanın emalına. Sonra gəlir informasiyanın çeşidlənməsi. Çeşidlənmə nədir? Məsələn, deyək ki, əlimizdə informasiyalar var. Lazımları, lazımsızları ayırırıq. Məsələn, deyək ki, tutaq ki, papkaları ayırırıq, qırmızıları bir ayırırıq, yaşlıları bir ayırırıq, ya nə bilim, insanları ayırırıq, yaşlarına görə ayırırıq, nə bilim, boylarının ölçüsünə görə, çəkilərinə görə və s. Bax, bu çeşidlənmədir. Sonra gəlirik nə? İnformasiyanın kodlaşdırılması. Kodlaşdırma deyənə nə nəzərdə tutulur? İnformasiyanın bir təqdim olunma formasından başqa təqdim olunma formasına keçid. Yəni, insanın, belə deyək, adi analog formadan onun rəqəmli formaya çevrilməsi prosesinə deyirik kodlaşdırma. İnformasiyanın çevrilməsi, informasiyanın məzmun və həcminin dəyişdirilməsi prosesidir bu. Məzmunun dəyişdirilməsi, məsələn, tərcümə eləmək. Həcmin dəyişdirilməsi nədir? Arxivləşdirmək. Məsələn, sıxlaşdırma edirik, arxivləşdirmə edirik. Bu da yeni bir informasiya alırıq. Bax, buna da biz deyirik nə? İnformasiyanın çevrilməsi. Sonra gəlir informasiyanın qorunması, şifrələnməsi. Bura aiddir Sezar şifrələnməsi, Afin şifrələnməsi və s. Yəni, informasiyanın təhriflərdən, kənar müdaxilələrdən qorunması üçün istifadə olunan bir vasitədir. İnformasiyanın şifrələnməsi. Sonra gəlirik informasiyanın ötürülməsi mərhələsinə. İnformasiyanın ötürülməsində 3 tərəf iştirak edir. İnformasiyanın mənbəyi,
Rabitə kanalı, bir də informasiyanı qəbul edən tərəf. Burada bir şey də bilmək lazımdır. Burada əgər ötürən və qəbul edən rəqəmsal qurğulardırsa, arada iki dənə yenilik olur. Məsələn, bunlardan biri olur bizdə deməli, analoq informasiyanı rabitə kanalına köçürmək üçün istifadə edirik çeviricidən. Yəni, kodlaşdırıcı qurğu və dekodlaşdırıcı qurğu istifadə olunur. Əlavə. İnformasiya mənbəyi informasiyanın alındığı yerdir. Hər hansı obyektdən alırsa, məsələn, indiki halda o obyekt mən oluram, informasiyanı verən tərəfim. Rabitə kanalı mənim səsimdir və informasiya qəbul edicisi də sizsiz. Burada bax, bunun haqqında da qısaca yazmışam burada. Yəni, kodlaşdırıcı və dekodlaşdırıcı qurğu da olur. Bu da oldu bizə informasiya prosesləri. Sonraki bölmə artıq gəlir informasiya miqdarının ölçü vahidləri. Açığı mən o bölməyə girmək istəmirəm. Burada dayanmaq niyyətindəyim. Müəllimə, siz necə düşünürsünüz? Məncə ki, informasiya prosesləri, onun testlərini filan işləyək, növbəti dərsə qədər yekunlaşsın. Bir dərsdə çox yüklənməyək. Amma bunu elə öyrənirik ki, yəni heç nə qalmasın da, heç bir detal. Nə düşsə eləyə bilək. Bütün məlumatlar. Çünki burada nəzəri məlumat çoxdur, amma hamısını əzbərə bilmək lazımdır da, vacibdir. Yəni, bizim olsa tələsmək, açığı desəm, çox belə sürətlə getmək, tələsmək istəmirəm, yalan nə deyim. Əslində bir ölçü vahidlərini keçmək olar. Yəni, bir çevirməni keçmək olar, ondan sonrasını saxlayarıq. Qalan növbəti dərsdə davam eləmək üçün. Onda gəlin belə deyək də, biz sizlə ölçü vahidlərində keçək bugün. Sonra bir dənə ölçü vahidlərini verəcəm. İndi testə baxaram, ondan nə işləmək olarsa, onu yollayaram sizə. İndi baxın, ölçü vahidləri deyəndə nə nəzərdə tutacağıq, ona baxaq. Baxın, bir çox, yəni ümumiyyətlə dünyada demək olar ki, hər şeyi müəyyən bir ölçüyə salıb ölçürük. Kütləni ölçürük, nə bilim, uzunluğu ölçürük, ən məlum olanları, məşhur olanları bunlar. Eyni qaydada informasiyanı da ölçürük. Amma informasiyanı ölçə bilməyimizə kömək edən şey onun kodlaşdırılan olmasıdır. Yəni, informasiya kodlaşdırılmasaydı, biz onu müəyyən bir ölçü vahidi ilə ölçə bilməyəcəkdik. Biz kodlaşdırılan informasiyanı ölçə bilirik. Kodlaşdırılan informasiya da nədir? Baxın, hər bir informasiya ikili kodla kodlanır. Yəni, ikili kodla kodlanmaq nə nəzərdə tutulur? Deyək ki, mən bir dənə A hərfini yazıram. Elə bax, onun üstündə göstərəcəm. A hərfi məndə belə bir koddan ibarət olur kompüterdə. Bu kodlar nə deməkdir? Baxın, 0 false halına uyğun gəlir. Yəni, siqnal yoxdur halı. 1 true halına uyğun gəlir. Buna da deyirik, siqnal var. Siqnal yoxdur, siqnal var. Niyə biz bu kodlaşmadan istifadə edirik? Çünki kompüterin detalları iki vəziyyətdə olan mikrosxemlərdən təşkil olunur. Nə deməkdir? Ən sadə halına baxaq da. Məsələn, deyək ki, bax, bir dənə elektrik dövrəsi çəkirəm. Bir dənə də lampa qoyuram bura, bax, belə. Bir dənə də açar qoyuram. Kulçator bildiyimiz ana dilimizdə. İndi bax, kulçator əgər birləşdirilsə, lampa yanacaq. Və birləşdirilən halına 1 deyəcəm. Birləşdirilməmiş, yəni açıq halına 0 deyəcəm. Və hər iki halı ayrı-ayrılıqda 1 bitlə ifadə edəcəm. Bu da 1 bit deməkdir, bu da 1 bit deməkdir. Yəni, bax, 0 da olsa 1 bitdir, 1 də olsa 1 bitdir. Və bit sözü binari digər sözündən, buradan bini, buradan da t'ni götürmüşük. İkili kod yaxud da 2 kod anlamını verir. 8 bitdən ibarət olan informasiya koduna 1 byte deyirik biz. Byte informasiyanın əsas ölçü vahididir. Və fərdi kompüterlərdə bir simvolu 1 byte-la nə edirik? Kodlaşdırırıq. Yəni, bir simvolumuz nə qədər olacaq? 1 byte olacaq. 1 byte da neçə dənə 0-1-dən ibarətdir? Bu 1 byte-dır da bizdə. 8 dənə 0-dan və 1-dən ibarətdir. Yəni, biz buna deyəcəyik 8 bit. 8-də 2 üstündə 3 deməkdir.
Bunu yadda saxlayaq çünki sonrasında bizə lazım olacaq. İndi bundan əlavə digər ölçü vahidləri də var. Məsələn, mən bura baytı da yazıram. 1 bayt bərabərdir 8 bit. Yəni 2 üstü 3 bit. Hər bir ölçü vahidi baytdan başlayaraq, baytdan sonraki hər bir ölçü vahidi özündən əvvəl gələni 1024 mislidir. Məsələn, bundan buna keçmək üçün 1024-ə vurmalıyam. Bundan buna keçmək üçün 1024-ə vurmalıyam. Bundan buna keçid eləmək üçün 1024-ə vurmalıyam. Eyni qaydada bundan buna keçid eləmək üçün 1024-ə vuracam. Hər birində bu qayda ödənir. Hər birində 1024-ə vurmaq tələb olunur. Məsələn, deyək ki, atıram 1 terabaytım, deyirəm ki, bir deyəməyək də 4 terabaytım neçə bitdir? Axtarıram. Bunu tapmaq üçün nə edəcəm? Terabaytım buradadır, bitim də buradadır. 1 baytım 8 bitdir. Deməli, terabaytdan gigabayta gəlməliyəm. Bir dənə 1024-ə vurmalıyam. Gigabaytdan megabayta keçirəm. Bir dənə 1024-ə vurmalıyam. Megabaytdan kilobayta keçirəm. Bir dənə 1024-ə vururam. Və kilobaytdan bayta keçirəm. Bir dənə 1024-ə vururam. Və baytdan da bitə keçirəm. 8-ə vururam. Deməli, olacaq neçə? 4 terabayt axtarıramsa 4 vurulsun. 1024-də 2 üstü 10 deməkdir. 2-nin üstündə 10'a, bax buna görə. Sonra buna görə bir dənə də 2 üstü 10'a vurdum. Sonra buna görə bir dənə də 2 üstü 10'a vurdum. Buna görə bir dənə də 2 üstü 10'a vurdum və buradakı keçidə görə də 2 üstündə 3'ə vurdum. İndi bu aldı məndə bitlə cavab. Əsaslar eyni olanda qüvvətlər toplanır. Burada 4 var. 4'ü də 2'nin üstündə 2 kimi yaza bilərəm. Yəni olacaq bu 2'nin üstündə 2 üstə gəlinsin, 10 üstə gəlinsin, 10 üstə gəlinsin, 10 üstə gəlinsin, 10 üstə gəlinsin 3. Eləyəcək neçə? 2'nin üstündə 45 bit. Yəni biz böyük ölçü vahidindən kiçik ölçü vahidinə doğru getdikdə hər dəfəsində vuracağıq 1024'ə yaxud da 2 üstündə 10'a. Kiçik ölçü vahidindən böyük ölçü vahidinə getdikdə isə belə gedəcəyik. Məsələn, deyək ki, atıram. Deyirəm ki, 2'nin üstündə 47 bit neçə terabaytdır. İndi bundan, baxın, bitdən bayta keçsəm, olacaq nə qədər? 247 bit. Bunu bayta çevirsək, olacaq 244. Aha, bayt. Sonra kilobayta çevirsəm 2 üstü 10'a bölürük. 34. Sağ ol. Yəni üstündən 10 çıxa gedirəm. Yəni kiçikdən böyüyə doğru gəldikcə hər dəfəsində neçəyə bölürəm? 2 üstü 10'a bölürəm. Sonra bu oldu kilobaytla. Sonra bunu çevirəcəyik megabayta. Bir dənə də 10 çıxacam qüvvətdən. Olacaq 2 üstü 24 megabayt. Aha, sonra 2 üstündə 14 14 gigabayt. Sonra gigabayt. 2'nin üstündə 4 terabayt. Bax, Terabayt. bu ardıcıllığı yadda saxlamaq bizim üçün kifayətdir əslində. 2 üstü 4'də normalda neçədir? 16 deməkdir. Yəni bu 16 terabaytı verəcək. Bütün bu tip məsələlərin hamısında önəmli olan şey bizim üçün budur. İndi burada çox bu tipli məsələlər qarşımıza çıxacaq. Bizim. Bir də qoy bunu da deyək və sonra kodlaşdırma hissəsi qalacaq olsa gələn dərsə. Bax, bəzən ölçü vahidlərindən biz kilobitdən, megabitdən, gigabitdən də istifadə edirik. Və bu ən çox harda istifadə olunur? İnformasiyanın ötürülməsi zamanı. Çünki orada əslində informasiyanın ötürülməsinin vahidi bit bölünsün saniyə. Biz bu bitdən qaçmırıq, ona görə yazırıq kilobit bölünsün saniyə. Modemin arxasına baxsaz orada yazılıb bu. Megabit bölünsün saniyə, gigabit bölünsün saniyə. Aydındır və sair belə gedir. İndi bu nə deməkdir? Bax, 1 kilobitim əslində 2 üstü 10 bitdir. Yəni normalda kilo 2 üstü 10 deməkdir. Yəni 1024. Bitlər dəyişmir. Ona görə 2 üstü 10 bit olur. Məsələn, bax, tez-tez bizim qarşımıza çıxacaq. Deyirəm ki, 72 kilobit neçə kilobaytdır? Kilobayta çevirmək istəyirəm. Baxın, kilolar dəyişmir. Dəyişən nədir?
Bitdən bayta, baytdan bitə keçid. Deməli, bitdən bayta keçəndə nə etməliyik? 8-ə bölürük. Çünki 1 baytı 8 bitdi, düzdür? Yəni kilobitdən kilobayta keçsəm nə edəcəm? 8-ə böləcəm. Kilobaytdan kilobitə keçsəm nə edəcəm? 8-ə vuracam. Tam başa düşüldümü? Məsələn, 72 kilobitim necə kilobaytdır desəm, 72-ni vuracam, böləcəm 8-ə, olacaq 9 kilobayt. Tərsi olsa, məsələn, deyirəm ki, 6 kilobaytım. Neçə kilobitdir? 2 üstə 3'e vururuq burada. 8-ə vuracağıq. 6-nı 8-ə vursaq, 48 kilobit. Çok. İndi məsələn, başqa bir şey verirəm. Deyirəm ki, deyirəm 6 megabaytlıq informasiya saniyədə deyək ki 12 kilobit sürətlə ötürülərsə neçə saniyə lazım olur? İndi bunun biri megabaytlandır, biri kilobitlendir. Burada bir şey demək lazımdır. Ümumiyyətlə riyaziyyatdan bildiyimiz bir düstur var. S bərabərdir V vurulsun T. T zamandır, V sürətdir, S normalda gedilən yoldur. Biz bu düsturda S-i həcmlə əvəz edəcəyik sadəcə. Yəni həcmi tapmaq istəyəndə sürəti, informasiyanın ötürülmə sürətini sərf olunan zamana vururlar. İndi mən zamanı tapmaq istəsəm buradan T nəyə bərabər olmalıdır? S-i V-yə bölməliyəm mi? Evet. Amma indi məsələ nədir? T bərabərdir 6 megabaytı bölürəm 12 kilobitə. Bunun üçün nə edəcəyik? İlk öncə megabaytı neçəyə, kilobayta çevirməyin yolunu bilirəm. Neçəyə vurmalıyam? 2 üstü 10'a. 1024'ə, hə? 2 üstü 10'a. Hı, Yəni evet. 6 1024 kilobayt bölünsün 12 kilobitdir. Amma bu da bəs eləmir. Niyə bəs eləmir? Çünki bu kilobaytlandır, bu kilobitləndir. Bilir ki, kilobaytla kilobitin arasındakı fərq neçədir? 8 dəfədir də, düzdür? Yəni bu da bərabərdir 48 vurulsun 1024 kilobit bölünsün 12 kilobitə. Artıq eyni ölçü olduğuna görə bunları ixtisar eləməyə şansın var. Bunlar gedir, qalır 4. 1024'ü də 4'ə vuranda 4096 saniyə olacaq. Tam başa düşüldümü? Yəni ən çox informasiyanın ötürülməsində biz o kilobitdən, megabitdən, gigabitdən istifadə edəcəyik, qarşımıza çıxacaq. Aydındır. Bu da oldu bizdə kilobit, gigabit, megabit və s. onun çevrilməsi yolları. Fərqi yoxdur. Hansı verirsə versin. Əsas məsələ o bitlə baytın arasında 8 dəfə fərq olduğunu bilməkdir. Ondan sonrası asandır. Yəni ondan sonrası gedəcək. Belə. Bura qədər aydın olmayan nəsə bir şey varmı ki, məsəl? Ümumiyyətlə lap başdan danışdıqlarımızdan üzü bura qədər. Başa düşülməyən, aydın olmayan, qaranlıq qalan məsələ. İlkin anlayışlarda başa düşdüyümüz bir şeydir. Əsas hesablamalarda mən biraz çətinlik çəkirəm inşallah. Başa düşdükcə gedim. Testlərini işləmək lazım olacaq. Testlərini işlədikcə qarşımıza çıxacaq. Tapşırıqları verərsiniz mənim haranı işləmək lazımdır, işləyək. Sizə tapşırıqları hardan işləmək lazımdırsa onu yollayacağım qrupa. Sonra nə deyəcəkdim mən sizə? Əlavə kiminlə sualı varsa, məlumat istəyirsə və s. ya qrupa, ya şəxsiyə yaza bilər. Problem yoxdur, məlumat verərəm. İnşallah, həm də bu günləri dərsin bu qaydını da yollayacağım sizə, videosunu, YouTube linki kimi atacağım qrupa. İndi sizə link atacağım qrupa, material qrupu. Ya mən ataram, ya menecer atar, bilmirəm indi. Hamınız qoşularsınız oranın material qrupuna. İndi inşallah oradan olacaq.
Yəni bir-bir dərsləri həm materialı, həm şeyi, həm ora qoşulsun ki, sonra ata bilim də ora. Yəni vaxtı yub atmadan. Çünki Mənim o köhnə ilə qrupda mən var idim orada çıxmamışam sizin heç bir qrupdan. yox, o köhnə qruplarda çox adam var. O, həm də hamı köhnə qrupda olanlar deyil də, burada artıq yeniyik. Ona Hə, görə yeni başa düşdüm. nə lazımdırsa şeyləri, materialları ora atacağam. Ora yaza bilməyəcəksiniz sonsuzda. Ardıcıl şəkildə düz orada qalacaq. Həmişə daima. Oldu. Elə İstədiyiniz yaxşıdır ki, vaxt baxa qarışmasın bilərsiniz. məsələlərlə. Hə, yoxsa qarmaqarışıqlığı çox olur. Söyləmək olmur. Baxmaq olmur. Belə. Kiminsə qaranlıq qalan bir şey varmı? Sualı olan, aydın olmayan nəsə? Bilmirəm, bir dənə tapşırıqlar atarsınız və salam. Tamam. Oldu. Əgər heç kimdə sual yoxdursa, bu günü yekunlaşdıraq. Allahın izni ilə növbəti dərs həftənin birinci günü olacaq. İnşallah birinci gündən. Orta qədər artıq testləri işləmiş olarıq. Davam eləyəcək dərslərə. Oldu mənim keçən sayı. Oldu mənim. Buyurun. Çox sağ olun. Gecəniz Oldu mənim. Sağ olun. Sağ olun.